Huzurlu bir cəmiyyətin təminatı sağlam və güclü bir ailədir. Ailə xoşbəxtlik və məhəbbət yuvasıdır. Ailə insanlıq tarixinin ən qədim və ən sağlam təşkilatıdır. İnancın və şəxsiyyətin formalaşdığı, milli və mənəvi dəyərləri gələcək nəsillərə ötürən əvəzsiz bir məktəbdir. Uca Rəbbimiz Rum surəsi 21-ci ayədə ailənin önəmini bizə belə bildirir. Ünsiyyətdə rahatlıq tapasınız deyə sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da onun dəlillərindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır. Biz ailə əxlaqı ilə əlaqəli bütün gözəllikləri Peyğəmbərimizdən öyrənirik. Allah Rəsulü aleyhissalatu vesselam ailəsinə qarşı olduqca zərif və mədəni idi. Onun bütün davranışlarında və hərəkətlərində nəzakət vardı. O, ailəsinin heç bir fərdinin qəlbini qırmazdı, onlara pis söz söyləməzdi. Resul-i Əkrəm aleyhissalatu vesselam xanımı Həzrəti Xədicə anamıza olan sevgisini həmişə belə dilə gətirirdi. Mən onun sevgisi ilə ruziləndirildim. Allah rızasını umaraq ailənə etdiyin xərclərdən mütləq ki savab alarsan hədisi ilə ailə üçün edilən hər fədakarlığı Allahın rızasını qazandıran bir yaxşılıq olaraq dəyərləndirmişdi. Evlənmək və ailə olmaq Allahın əmri, Peyğəmbərimizin sünnəsi və həyatın qanunudur. Allah Rəsulü aleyhissalatu vesselam belə buyurur. Evlənmək, gözü haramdan çövürmək və iffəti qorumaq üçün ən yaxşı yoldur. Ailəmizi qorumaq təkcə şəxsi məsuliyyətimiz deyil, eyni zamanda iman, vicdan və əxlaq sahibi olan hamı üçün dini və insani məsuliyyətdir. Belə ki, hədis-i şərifdə Peyğəmbərimiz aleyhissalatu vesselam belə buyurur. Ailəsinə qarşı məsuliyyətlərinə ehtinasız yanaşması o şəxsə günah olaraq kifayət edər. Biz dünyadakı cənnətimiz və möhkəm qalamız olan ailəmizin qədrini bilməliyik. Ailə həyatımızda Allahın qoyduğu sərhədləri qorumalı və Peyğəmbərimizin əxlaqını özümüzə nümunə götürməliyik. İşdən evə gedərkən televizoru və yaxud da telefonla vaxtımızı zay etmək yerinə ailəmizlə vaxt keçirək. Yeməyimizi birlikdə yeyək və birlikdə əylənək. Allah Rəsulü aleyhissalatu vesselam ailəsi üçün belə dua edərdi. Hər şeyin Rəbbi olan Allahım, məni və ailəmi dünya və axirətdə hər an sənə ixlasla bağlı olan qullarından eylə. Rəbbim bizi özünə ixlas və səmimiyyətlə qulluq edənlərdən etsin. Amin.